Bir saat ərzində bu yeməkləri necə hazırladım, gəlin izləyək. Yumuşaq keks hazırladım. Əvvəlcə şəkər tozunu və yumurtanı qarışdırıram yaxşıca. Sonra isə vanil və qabartma tozunu da əlavə edirəm. Sonra üzərinə süd və 1 stəkan yağ da əlavə edirəm və yaxşıca qarışdırıram. Qarışdırdıqdan sonra isə unumu əlavə edirəm və yavaş-yavaş qarışdırıram və keksim hazır olur. Daha sonra isə qaba yağ əlavə edirəm. Yağladığım soba listinə keks xəmirini əlavə edirəm. Üzərinə də biraz damla şokolad sərpişdirirəm. Sonra isə fürsətdən istifadə edərək çıxan qabları yumağa başlayıram. Sobanı isə əvvəlcədən 200 dərəcədə altı üstü olaraq qızdırmışdım. Daha sonra isə keksi qoyuram, isinmiş sobaya bişsin. O bişərkən mən də plovu hazırlamağa başlayıram. 2 stəkan düyünü qaba tökürəm və onu yaxşıca yuyuram. Yuduqdan sonra isə o gözləmədə qalsın. Mən də 2 ədəd soğan və 1 ədəd kökü soyub doğramağa başlayıram. Və tavaya əlavə edirəm. Əvvəlcə soğanı qızardıram, sonra isə üzərinə kub-kub doğradığım toyuğu əlavə edirəm və üzərinə kökü əlavə edirəm. Hamısı bir yerdə qızarmağa qoyuram. Burada gördüyünüz kimi keks ucu hazırdır. Sonra isə düyünü əlavə edirəm, suyu əlavə edirəm və qoyuram bişməyə. Və budur hazırdır.